Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Müzakirə mövzumuz qeyri-formal məşğulluqdur. Təsəvvür edin, insan illərlə çalışır, amma əmək müqaviləsi yoxdur. Sabah səhhətində problem olsa, istehsalatda zərər görsə və ya pensiya yaşına çatsa, onun zəhmətinin izini tapmaq çətin məsələdir. Halbuki hər bir işçi öz əməyinin qarşılığında təhlükəsizlik, sosial təminat və hüquqi müdafiə gözləyir. Bugünkü buraxılışda qeyri-formal məşğulluğun işçilərin həyatına necə təsir etdiyini, onları hansı risklərlə üz-üzə qoyduğunu və bu vəziyyətdən çıxış yollarını müzakirə edəcəyik. Bizimlə qalın, qonağımızla söhbətə birazdan başlayırıq. Sosial sahə bu həftədə həm dəstək layihələri, həm də yeni təşəbbüslərlə yadda qalıb. Şəhid ailələri ilə keçirilən görüş, inklüziv inkişaf layihələri və qadınların məşğulluğu ilə bağlı mühüm addımlar diqqət çəkir. Həftənin sosial xülasəsinə birlikdə nəzər salaq. Bizimlə birbaşa bağlantıda Dost TV-dən həmkarım Mehridir. Mehri, hər vaxtınız xeyir, söz sizdə. Hər vaxtınız xeyir xanım, sizi və izləyicilərinizi Dost TV-nin studiyasından salamlayıram. İndi isə sizə həftənin son sosial xəbərlərini çatdıracağım. Martın 6-sında Heydər Əliyev Fondunun dəstəyi ilə Mənim oğlum qəhrəmandır layihəsi çərçivəsində Müqəddəs Ramazan ayı və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil olunub. Müqəddəs Ramazan ayına təsadüf edən tədbir çərçivəsində iftar süfrəsi açılıb. Bu barədə rəsmi Instagram hesabında paylaşım edən fondun vitse-prezidenti Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib, onlarla həmsöhbət olub. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində imkanlar hər kəs üçün sosial əhəmiyyətli layihəyə başlanılıb. Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası öncəsi BMT-nin məşğullaşma proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma kampaniyası çərçivəsində Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub. Qadınların əmək bazarına çıxış, məşğulluq imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ildə 69.500 qadın işlə təmin edilib. Ötən il özünü məşğulluq proqramı üzrə 6500-dən çox qadın üçün kiçik ailə təsərrüfatları yaradılıb, həmçinin peşə hazırlığı kurslarına cəlb olunmuş 18.400 şəxsdən 11.800 nəfərini qadınlar təşkil edib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Səsiniz Olaq adlı onlayn surdo tərcümə xidmətindən indiyədək eşitmə və nitq məhdudiyyətli 410 şəxs faydalanıb. Bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə ötürülməsini təmin edir. Xidmətdən yararlanmaq üçün vətəndaşlar 055 213 1987 əlaqə nömrəsinə WhatsApp və ya Telegram platformaları vasitəsilə müraciət edə bilərlər. Bizim bugünlük çatdıracaqlarımız bu qədər. Obyektivi izləmədə qalın. Təşəkkür edirəm Mehri. Bizimlə birbaşa bağlantıda Dost TV-dən həmkarım Mehri idi. Obyektivdə qeyri-formal məşğulluqdan danışacağıq. Mövzunun müxtəlif tərəflərini daha aydın şəkildə izah etmək həm işçilər, həm də işə götürənlər üçün vacib olan məqamları çatdırmaq üçün qonağımızla söhbətə başlayırıq. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Anar Şabanov studiyamızdadır. Anar müəllim, xoş gəlmisiniz, xoş gördük sizi studiyamızda. Təşəkkür edirəm. Anar müəllim, istərdim bu qeyri-formal məşğulluğa bir ümumi yanaşma ilə başlayaq. Əvvəlcə tamaşaçılarımız üçün onu aydın edək ki, qeyri-formal məşğulluq nə deməkdir, əməklə bağlı hansı halları əhatə edir və ölkəmizdə vəziyyət necədir? Aydındır. İlk öncə tamaşaçılara salamlayıram. Deməli, qeyri-formal məşğulluq əmək bazarında ən aktual problemlərdən biri olaraq qalmaqdadır. Qeyri-formal məşğulluq ilk öncə nədir, nəyi özündə etibar edir, o məsələlərə aydınlıq gətirək. Qeyri-formal məşğulluq əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürənlərin fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsidir. Yəni, əmək müqaviləsi bağlamadan hər hansı fəaliyyətlə məşğul olmasıdır. Bununla bağlı qeyri-formal məşğulluq həm işçilərə, həm də dövlətə mənfi nəticələr yarada bilir. Belə ki, işçilər baxımından işçilər sosial təminatlarından yararlana bilmirlər. Dövlətə baxımından isə vergi və digər məcburi sosial sığorta ödəmələrinin azalmasına gətirib çıxarır. Və bütün bunlarla bağlı nəzarət orqanları, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti müvafiq tədbirlər görür. Çox gözəl bir məqama toxundunuz. Qeyri-formal məşğulluğun azaldılması dövlətin prioritet istiqamətlərindən biridir.
İstərdim bu mövzuya da aydınlıq gətirək ki, bu istiqamətdə son illər hansı işlər görülüb? Belə ki, aidiyyəti tədbirlər dövlət nəzarətinin gücləndirilməsi, eyni zamanda maarifləndirmə tədbirləri, burada həm işçilərin, həm işə götürənlərin maarifləndirilməsi, məşğulluq proqramları, dövlət nəzarətinin gücləndirilməsi, eyni zamanda vergi və digər sosial sığortaya aid islahatları misal göstərmək olar. Göstərilən bu tədbirlər qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində müsbət nəticə verir. Anar müəllim, təmsil etdiyiniz Dövlət Əmək Müfəttişliyi xidmətinin qeyri-formal məşğulluğun qarşısının alınmasındakı funksiyası və rolu nədən ibarətdir? Aydındır. Bildiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində dövlət nəzarətini həyata keçirir. Yəni burada işçilərlə əmək müqaviləsi bağlamaq, onların əmək münasibətlərini tənzimləmək əsas fəaliyyət istiqamətlərimizdən biridir. Və eyni zamanda Dövlət Əmək Müfəttişliyi xidmətinə də yanaşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyi bu sahə üzrə müəyyən tədbirlər həyata keçirir. Elektron əmək müqavilələrinə keçidlə bağlı bildirmək istərdik ki, əvvəlki dövrlərdə bildiyimiz kimi əmək müqavilələri kağız üzərində rəsmiləşirdi. Kağız üzərində rəsmiləşdirdikdən dərhal sonra elektron informasiya sisteminə gücləndirilmiş elektron imza ilə daxil edilirdi. Belə olan təqdirdə də işçilərin əmək hüquqları pozulurdu. Məsələn, işçi əmək müqaviləsi əsasında fəaliyyət göstərir, əmək müqaviləsini kağız üzərində imzalayır. Lakin elektron informasiya sisteminə işə götürən tərəfindən gec olaraq daxil edilir. Bəzən 1 ay, 2 ay, bəzən 1 il, 5 il. Belə olan təqdirdə işçilərin əmək hüquqları pozulur və işə götürənlərin buna əməl olunmamasının şahidi oluruq. Artıq elektrona keçidlə bağlı bildirmək istərdik ki, bu kimi məsələlər aradan qalxıbdır. Bununla bağlı işçi SİMA vasitəsilə elektron əmək müqaviləsini təsdiqlədikdən sonra əmək hüquqları yaranır və belə olan təqdirdə də digər bayaq sadalanan halların aradan qaldırılmasına gətirib çıxarmış olur. Yəni elektronlaşma bir növ qeyri-formal məşğulluğun azaldılmasına öz töhfəsini verib. Biz Bəli. rəqəmsallaşma ilə bağlı məsələlərə toxunacağıq söhbətimiz əsasında. İndi istərdim ki, qeyri-formal məşğulluğun aradan qaldırılması, bu sahə ilə hələ də məşğul olan şəxslərin maarifləndirilməsi məsələlərinə toxunaq. Qeyri-formal məşğulluğun azaldılması üçün hansı maarifləndirmə tədbirləri görülür və bu tədbirlər effektivdirmi? Aydındır. Deməli, Dövlət Əmək Müfəttişliyi xidməti olaraq il ərzində bir çox maarifləndirmə tədbirləri həyata keçiririk və maarifləndirmə tədbirləri nəticəsində həm işə götürənlərə, həm işçilərə qeyri-formal məşğulluğun mənfi nəticələri barədə məlumat verilir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında, Dövlət Əmək Müfəttişliyi xidmətinin saytında posterlər və müvafiq məlumatlar və videoroliklər öz əksini tapır maarifləndirmə sahəsində. Bildirmək istərdik ki, eyni zamanda qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən digər orqanlarla birlikdə Həmkarlar İttifaqı Təşkilatı, eyni zamanda işə götürənlərin nümayəndəli orqanları və ictimai birliklər tərəfindən müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, şagirdlərlə, tələbələrlə bu sahədə geniş söhbətlər aparılır və qeyri-formal məşğulluğun mənfi nəticəsi barədə onlara ətraflı məlumat verilir. Bildirmək istərdim ki, bununla bağlı qeyri-formal məşğulluğun mənfi nəticələri barədə broşurlar və məlumat vərəqələri hazırlanaraq paylanılır. Həmçinin maarifləndirmə və məlumatlandırma edən təbliğat həyata keçirilir. Effektivdirmi bu maarifləndirmə tədbirləri? Bəli, effektivdir. Son zamanlar daxil olan müraciətlərdə də qeyri-formal məşğulluğun azalması istiqamətində şahidi oluruq. Artıq bu sahədə müraciətlərin sayında azalmalar mövcuddur, bəli, bu sahədə. Çox yaxşı. Anar bəy, istərdim rəqəmsallaşma mövzusuna qayıdaq. Siz qeyd etdiniz ki, müqavilələrin elektron imzalanması, kağız daşıyıcılarda olmamağı artıq qeyri-formal məşğulluğa öz töhfəsini verib. Hansı başqa elektron mexanizmlər və alətlər var ki, bu da qeyri-məşğulluğun azaldılmasına xidmət edir? Mütəmadi olaraq təhlillər aparılır, risk qrupları üzrə monitorinqlər həyata keçirilir və həyata keçirilən monitorinqlər nəticəsində qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
həm qeyri-məşğulluq sahəsində, həm də digər sahələrdə rəqəmsallaşma ilə bağlı bildirmək istərdik ki, eyni zamanda xidmət olaraq müvafiq işə götürənlərin respublika üzrə minimum əmək haqqından az əmək haqqı müəyyən olunması, həmçinin elektrona keçməyən müəssisələr barəsində müvafiq məlumatlar əldə edilərək onlara sorğu məktubları göndərilir ki, nöqsanların aradan qaldırılması istiqamətində və bunların hamısı rəqəmsallaşmanın müsbət nəticəsi olaraq öz tövhəsini verməkdədir. Anar müəllim, mən maraqlıdır ki, qeyri-formal məşğulluqla məşğul olan işə götürəni necə müəyyən edirsiniz? Vətəndaşlar müraciət edir əmək hüquqlarının pozulmasından bağlı ki, bizim əmək hüquqlarımız pozulur. Bəzən biz orada onu müəyyən edirik ki, vətəndaş gəlir, müəyyən edir ki, mən işə götürən məni əmək müqaviləsiz işlədibdir və mənə bildirib ki, sizinlə bununla bağlı təcrübə proqramı müəyyən edirik və yaxud digər sınaq müddəti müəyyən edirik. Təbii ki, bu əmək məcəlləsində nəzərdə tutulmuş qaydada deyil və təəssüflər olsun ki, bəzi işçilərimiz bununla razılaşır və bir müddət sonra, hətta 1 il, 2 il, 3 il keçdikdən sonra bizə müraciət edir və artıq məsələn həlli istiqamətində heç bir irəliləyiş olmur və nəticədə işçi sosial təminatlarından məhrum olur. Hardan işçi bilə bilər ki, onunla bağlanmış sınaq müddəti həqiqəti əks etdirmir? Əmək müqavilələri elektron sistemdə mövcuddur, yəni elektron formada qəbul olunur. Belə ki, işçi bütün İşçi elektron əmək müqaviləsinə imzaladıqda və orada əmək müqaviləsində sınaq müddətinin müəyyən edilməsini və əmək haqqı və digər hüquqlarının olmasına əmin olduqdan sonra onu imzalayır və bununla da işçinin əmək müqaviləsi qüvvəyə minmiş hesab olunur. Və buradan da işçilərə və vətəndaşlara bir tövsiyə xarakterli müraciət edirik ki, istənilən halda əmək müqaviləsi bağlanılmadan heç bir halda işlərin yerinə yetirilməsinə cəlb edilməsinlər. Əmək müqaviləsini elektron qaydada bağladıqdan sonra əmək fəaliyyətinə başlasınlar. Anar müəllim, qeyri-formal məşğulluğun işçilər üçün yaratdığı fəsadlar və risklər nədən ibarətdir? Bununla bağlı bildirmək istərdim ki, işçilər bütün hüquqlarından məhrum olunur. Yəni, minimum əmək haqqı, məzuniyyət məsələsi, sosial sığorta, eyni zamanda əmək müqaviləsinin müvəqqəti itirilməsinə görə müavinət, güzəştli ipoteka, bədbəxt hadisələr nəticəsində xəsarət alan şəxslərin sosial ödəntilərdən məhrum olması, eyni zamanda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməməsi nə dair bütün təminatlardan məhrum edilirlər. Bir məqama da toxunaq. İşə götürənin qeyri-formal məşğulluqla əlaqəli fəaliyyət göstərdiyi müəyyən edildikdə hər hansı cəza mexanizmləri varmı? Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, eyni zamanda Cinayət Məcəlləsində müvafiq maddələr mövcuddur ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə uyğun olaraq vəzifəli fiziki şəxslər 1000 manatdan 2000 manata qədər, vəzifəli şəxslər 3000 manatdan 5000 manata qədər, hüquqi şəxslər isə 20000 manatdan 25000 manata qədər inzibati məsuliyyətə cəlb edilirlər. Vətəndaş bu kimi hallarla üzləşdikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə necə və hansı qaydada müraciət edə bilər? Bununla bağlı Bakı Şəhər İdarəsində yerləşən dost mərkəzlərində bizim Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzi, Dövlət Əmək Müfəttişliyi saytının elektron poçt ünvanına müraciət edə bilərlər. Bunu da buradan bildirmiş olduq ki, vətəndaşlar bu kimi hallarla üzləşdikdə dərhal Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumatlandırılsın. Bəli, dərhal Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat versinlər, öz hüquqlarını bilsinlər və qeyri-formal məşğulluğa yox desinlər. Anar müəllim, sizə təşəkkür edirəm. Çox sağ olun, mən bugünkü söhbətimiz üçün. Maarifləndirmə prosesində iştirak etdik birlikdə sizinlə. Ümid edirəm ki, bizi izləyən vətəndaşlar üçün də faydalı bir buraxılış oldu. Minnətdaram. Təşəkkür edirəm. Qonağımızla söhbətdən bu qədər. Qeyri-formal məşğulluğa qarşı mübarizə hər kəsin məsuliyyətidir. Birgə mübarizə daha güclü nəticə verir. Əmək hüquqlarımızı qoruyaq. Sonda toxunmaq istədiyimiz daha bir mövzu var. Məişət zorakılığı cəmiyyətdə ciddi sosial problemlərdən biri olaraq qalmaqdadır. Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası həyata keçirilir. Bu istiqamətdə kompleks işlər çərçivəsində təkcə ötən il 74 şəxsə xidmət göstərilib. Bilirik ki, məişət zorakılığından əziyyət çəkən şəxslər artıq dövlətin qayğısına güvənə bilir və əhalinin, həssas əhali qrupunun xüsusilə məişət zorakılığına məruz qaldığı zamanda dövlət tərəfindən onlara ayrılmış sığınacaq və sosial reabilitasiya mərkəzi 2021-ci ilin 1 avqustundan artıq fəaliyyət göstərir.
Bura müraciət edən hər bir şəxs ilkin olaraq psixoloji, psixososioloji xidmət alır, mərkəzin yardımlarından istifadə eləyir. Orada sosial pedaqoq, tibb bacısı kimi nəzarətçilər çalışır və bu şəxslərin həyata yenidən cəmiyyətə inteqrasiya olunmasına dəstək göstərilir. Və əsas məsələ isə bunların ilkin tibbi müayinəsi həyata keçirilir, psixoloji, emosional vəziyyəti normallaşdırır və ilkin tibbi yardım göstərilir. Və bilirik ki, bu il 2025-ci ildə 35 nəfər artıq bu xidmətdən yararlanıb və bunların 8-i qadın, 27-si uşaq olmaqla yararlanmışdı. Və bunu biz düşünsək ki, bu məişət zorakılığı daha çox həssas əhali qruplarında baş verir. Ona görə də düşünürəm ki, bir vətəndaş cəmiyyəti üzvü olaraq da hər zaman biz əhali arasında bu maarifləndirmə prosesini davamlı şəkildə həyata keçirtməliyik. Və bundan hər bir kəs əziyyət çəkə bilər. Biz deyə bilmərik ki, bundan yalnız qadın və uşaqlar əziyyət çəkir. Hətta kişilər də bundan əziyyət çəkə bilərlər. Bu tək fiziki olaraq deyil, məişət zorakılığı, həm də psixoloji bir zorakılıqdan da mövzu gedə bilər ki, hansı ki, o ailədə bu psixoloji baskılara məruz qalır, psixoloji olaraq bu insanın narahatlıqları başlayır və bunun üçün artıq bizim sosial reabilitasiya mərkəzlərində, sığınacaqda tam dəstək ala bilmə imkanları da vardır. Bu həftəyə Obyektivdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.